Belə. Çimizdirdik, daşa yapışdırmışıq. Yapışmasına fikir verin. Daşa deyil. Bu vermək deyil. Gəlmişik daş bazarına, nə az nə çox bizə 3 ədəd daş lazımdır. Gətirib daşları bax belə. Çimizdirdik və bu daşlardan nə edəcəyik və sizə nümunə olaraq, test olaraq bir yapışdırıcı vasitənin testini göstərəcəyik. Yapışdırıcıların yapışması çox mükəmməldir. 3 ədəd daşa yapışdırmışıq və indi bunu götürəcək. Fikir verəsiniz özünüz baxın. Və yapışmasına fikir verin. Bu belə bu formada yapışdırılır. Bu daşdır. Yəni özdə qızıl qaya daşıdır. Özümüz xüsusi seçmişik ağırlığına görə. Bunlardakı yapışdırıcılardır. Yəni bununla da yapışdırmışıq, görürsünüz. Konfleksin stenası və komfortu. İndi onu götür. Bax. Ehtiyatla. Daşa deyil. Qəşəng, əla. Bayağı ağırdır bu. Belə götürə bilmirəm, mən muskulist deyiləm də. Neçə kilo olar? Hə, valla bilmirəm. Belə götürərəm, belə götürərəm bu heç. Amma belə ikənə götürəm belə, belə götürə bilərəm belə. Ah, belə. Zarafat yapışmasına söz. Maşallah. Bu vermək deyil. Xeyirli olsun. Mənə belə rahat qoymayın. Hə, belə qalır qoy yerinə. Kimsə gəlsə, izahlı məhsulların izahlı satış yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza. Gəlib özünüz də baxıb yoxlaya bilərsiniz.